Lateral parafasial sahə baş beyin kökündə yerləşən sinir yığınıdır və həzm, nəfəs və ürək döyüntüsü kimi avtomatik funksiyaları idarə edir. Bu sahə həmçinin insan güləndə, idmanla məşğul olanda və ya öskürərkən aktivləşir. Yeni Zelandiyadan olan tədqiqatçılar iddia edirlər ki, bu sahə həmçinin qan damarlarını daraldan sinirləri aktivləşdirə bilər. Bu isə qan təzyiqini yüksəldərək hipertoniya yarada bilər. Laboratoriyada tədqiqatçılar bu sahədəki sinirləri həm aktivləşdirib, həm də susturaraq qan təzyiqini izləyiblər və aşkar ediblər ki, lateral parafasial sahə aktiv olduqda qan təzyiqi yüksəlir, susturulduqda isə azalır. Bu təzyiqi artıran sinirlər simpatik sinir sisteminin, yəni könüllü olmayan sinir sistemi bir hissəsidir. Bu sistem həmçinin bədənin döyüş və qaç reaksiyasına cavabdehdir. Tədqiqatçılar aşkar edib ki, sinirlərin aktivliyini azaltmaq aktiv nəfəsi dayandırır və qan damarlarının divarlarını